Deməli, bayaqki videonun davamı olaraq gəlirik buraya da. Bizə tutalım deyilir ki, yenə bayaq məlumat verdim, qısa bir məlumat yenə verim. Hər bir kampaniyanın davam etmə müddəti tutalım nə qədər olur? Ortalama bir kampaniyaya düşən davam etmə müddəti. Bunu tapmaq üçün yenə new column. Burada deməli duration. Səhv vurdum. Üstünə vurmamalıydım. Burada səhv vurdum. New column. Duration yazan kimi gəldi artıq. Bölünsün. Kampanya sayı. Campaign. Bunun adı olsun duration per campaign. Yəni bir kampaniyanın davam etmə müddəti. Buna əlavə bir sütun kimi yaradırıq. Ortalama 79 gün, 279 gün. Bu bir kampanya olduğuna görə bölür. Yəni indi baxaq burada 2 olanda necə dəyişir? 2, 3 olanda. 94,5. 189 gündür ki kampanya birlikdə davam edib. Və bu 94,5 ortalamadır. İndi bizdən vizual olaraq soruşula bilər ki, yəni bu vizual olaraq soruşulur tam marital statusa görə və yaxud da burada var idi ştatlara görə. Ştatlara görə bir kampaniyanın davam etmə müddəti göstəricisinin necə dəyişdiyini göstərir. Burada həmin o bir kampaniyanın davam etmə müddəti əlavə sütun kimi yox idi, amma biz onu yenidən yaratdıq. Yəni sizdən həmişə datada olan məlumatlar soruşulmur. Əlavə sütunlar soruşula bilər və bunu özünüz artıq yaratmalısınız. Power Query-də və yaxud da Table View hissəsində. Burada DAX gedir. Yəni, bu hissə gedir Power BI-nin DAX tərəfi. Bu Excel-də yoxdur. Power Query Excel-də də var. Keçmək olur. Amma bu tərəf sırf Power BI-yə aiddir. İndi tapaq ştata görə deməli ştatlara görə avtomatik olaraq bunu map kimi atdı. Bir kampaniyanın davam etmə müddəti duration per campaign. Bu göstəricini analiz etmək tələb olunur. Dəyişək bura. Y-aksə gəldi. Bu indi sum kimi verildi. Tamam. Bir kampaniyanın davam etmə müddəti budur. Baxaq görə bəs elə belə, yəni kampaniyanın davam etmə müddəti nədir? Yenə gəlirik deməli ştat və duration. Deməli 0,6 milyondur burada. Burada isə 350 min. Göstəricilər əslində bir-birindən fərqlənir. Düzdür, qrafdan baxanda, yəni rəqəmlərə baxmasaq vizual tam olaraq eynidir. Amma bir-birindən fərqlənir. Bunun average-lərinə gəlin baxaq indi hər ikisini. Bir-birinə oxşardır. Burada necədir? Burada da əslində bir-birinə oxşardır. Sadəcə olaraq Oregon ştatı biraz daha fərqlidir digərlərindən. Burada isə bir-birinə daha yaxındır. Yəni burada məsələ nə idi? Əlavə bir sütunu yaratmaq idi ki, onu da yaratdıq. Burada indi bizə deyilə bilər ki, tutalım bunun göstəricisini tapdınız və bunu
kritik skorları yaxşı olan deməli kritik skoru yaxşı olan deməli video oyunlar üçün edəsiz. Burada biraz başqadır. Bu başqa deməli o birisi datadaydı. Bu datada tamam başqa. Burada deyilə bilər ki, tutalım balansı daha yaxşı olan müştərilər üçün edəsiz. Fikrim getdi digər dataya. Deməli balans burada necə idi? Burada səhv eləmirəmsə 200 minə qədər dəyişirdi. Elə bir şeydir yəni. Gəlin bu vizualı sırf aid edək balansı yaxşı olan müştərilərə. Balans gətirək burada. Filter on this visual. Bu vizuala aid eləyək. Advanced yox. Basic filtering qoyaq. Baxaq görək basic filtering necə olur. Basic olmaz. Advanced. Advanced filtering. Is less than sonra less than or equal kiçik bərabərdir. Blank, not blank. Belə şeylər. Bizə lazımdır greater than. Tamam, bunu qoyaq. 100.000. Apply. Aha. Balansı yaxşı olan müştərilər, balansı yüksək olan müştərilərə aid edək bunu. Bu vizualı. Sual belə verilə bilər və bunu artıq burada filtr veririk. Aha, gördük, balansı yüksək olan müştərilər üçün vəziyyət artıq fərqlidir. Wyoming birinci yerdədir. Kaliforniya, Nevada və Oregon açıq fərqlə sonuncu yerdədir. Burada indi vəziyyət biraz daha dəyişdi. 100.000-dən aşağı qoyaq indi. Tamam. Apply filter. Aha, görürük artıq burada bərabərdir. 100.000-ə kimi hər şey bərabər gedir. Bunu gördük. 100.000-dən sonra artıq vəziyyət dəyişir. Söhbət yəni sırf balans nöqteyi nəzərdən gedir. Filtri balans tətbiq etsək necə olur? Yəni bunları yenə deyirəm, bu sualda belə olsa, bunu həmişə indi bu şirkətdə işdə bu prezentasiya verirsiniz, bunu danışırsınız. Amma burada danışmaq olmadığına görə bunu konkret burada text box yaradırıq. Əlavə edirik bir dənə text box. Başlayırıq buradan yazmağa. Burada da yenə normal şriftlər verə bilirik. İstədiyimiz ölçüdə böyüdürük. Text box ola bilsin böyük olsun. Siz istədiyinizi yazın. Bunu böyüdün və yazın və sonra yazandan sonra bunu kiçildin. Bunu kiçildin, yəni çox da kiçiltməyin. Gözlə görüləcək səviyyəyə qədər gətirin. Tamam. Burada yazdınız. Bir nöqtə hər hansı informasiya. İki nöqtə hər hansı informasiya. Info. Burada ola bilsin çox olsun, böyük olsun, yer tutsun. Bunu nə edirsiniz? Bunu gətirirsiniz bir qırağa. Gözlə görüləcək səviyyəyə qədər kiçildirsiniz. Yoxlayanda da yəni bunu açıb yoxlamaq olsun. Problem olmayacaq o. Ola bilsin indi lap böyük olsun. Çox yazı yazasınız və böyük şriftlərlə. Bu əməlli başlı yer tutsun. Ondan narahat olmayın. Kiçildin. Bu səviyyəyə qədər kiçildin. Orada hər şey artıq görüləcək. Bütün prosedurlar, bütün vizualların interpretasiyası. Yəni onlar problem deyil. Yəni əsas yeni sütun yaratmağı da öyrəndik. Yeni sütunlar bizə tutalım sütun var bizim satışımız, bir də var xərcimiz. İndi bu məntiq olaraq satışdan xərci çıxmalıyıq da, yəni. Biz oradan
gəliri görək. Və yaxud da var iki sütun var. Biri gəlirdir, o birisi vergidir. Biz artıq gəlirdən vergini çıxmalıyıq və yeni bir sütun yaratmalıyıq. Çünki vergi ödəyəcəyik. Biz axırda qalan həmin o gəlir olmur da. Yəni belə əlavə sütunlar yaratmaq həmişə məntiqə əsasən əlavə sütunlar yaratmaq. Data sizə tam verilməyəcək heç vaxt. Yəni belə. Burada da gördüyümüz kimi 4 satış digər datadaydı. 4 dənə satış olmuşdu və 4 satışın cəmini tapıb yeni bir sütun yaratdıq. Ümumi satış.